Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ve ba'd. Ve şeyh devam ederek buyurur ki وَدِّعُوا رَمَضَانَ اَيُّهَا الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتِ بِالْاِسْتِعْدَادِ لِمَا بَقْيَ مِنَ تَتِمَّتِهَا. Ve derin mümin kişi ve kadınlar Ramazanla vidalaşmağı, onu güzel tamamlamakla edin. Buyurur ki فَاِنَّ سِيَامَنَا كَمَا يَحْتَاجُ لِاسْتِغْفَارٍ نَافِعٍ يَحْتَاجُ لِتَكْمِيلِهِ بِعَمَلٍ صَالِحٍ شَافِعٍ وَاَعْلَهُ ثَلَاسَةُ اَعْمَالٍ. Ve der ki necə ki orucumuzun bağışlanmağa, istiğfara ihtiyacı olduğu kimi, həmçinin ondan sonra da onu kamilləşdirəcək əməllərə də ehtiyacı var. Ve buyurur ki bunlar da üçtür. En birincisi zekatul fitr, fitre zekatıdır. İkincisi ve salatul id, bayram namazıdır. Üçüncüsü ve siyamu sittetin eyyami min şevvalin, ve üçüncüsü ise Şavval'ın 6 gün oruç tutmaktır. Fe ahricu zekate fitrikum sa'a min ta'imi ehli beledikum anil vahidi minkum. Ve der ki her biriniz öz ülkenizin yemeğinden, öz ülkenizde yeyilən yeməkdən, yemək növlərindən her bir kəs bir sağ yemək çıxartsın. Buyurur ki fakat farada Resulullah sallallahu aleyhi ve sellem zekate fitrin sa'an min temrin ev sa'an min şa'irin alel abdi vel hurr vel zekeri vel unsa vel sagir ve kebir minel muslimin. Ve çünkü Peygamber sallallahu aleyhi ve sellem zekatul fitri farz etmiştir. Her bir Müslümana bir sağ temir, bir sağ şair, buğda, həmçinin bunu qula da, hura da, kişiyə də, qadına da, kiçiyə də, böyüyə də, müsəlmanlardan olan hər bir cinsə Peyğəmbər sallallahu aleyhi ve sellem bunu əmr etmiştir, fərz etmiştir. Və əmər bihi ən tuadda qablə xurucun nəsi ilə salatihim. Və bunu Peyğəmbər sallallahu əmr etmiştir, insanlar namaza çıxmadan öncə əda olunsun. Və hiyə tuhratu lis-saim minəl-ləğvi və rafz və tu'metun li-məsəkin. Bu həmsinin oruçdanın, orucda olan boşluqlarından təmizlənməsi və həmçinin də miskinlər üçün yeməkdir. Və qalə ba'dul uləmə mütəqəddimin, keçmiş alimlər belə, bəziləri belə deyərdi, İnnə sadaqada fitr lis-saim kəsəcədətis səhvi lis-salə. Və belə deyərlər, həqiqətən orucluqda verilən fitrə sədəqəsi namazdan sonra edilən səhv səcdə kimidir. Necə ki səhv səcdə namazdan sonra olan namazda əskilikləri doldurduğu kimi, eləcə də fitrə sədəqəsi orucdan sonra olan boşluqları doldurur. Və buyurur ki Şeyh Tağım edərək buyurur ki və sallu salatəl id, və bayram namazı qılın. Və innəhu min təməmi zikri rabbikum ində təməmi şəhrikum. Və bu da deyir Rəbbinizi zikrin tamamlığıdır, tam etməkdir ki Ramazan ayınızı tamamladıqdan sonra, insan Ramazan ayını tamamladıqdan sonra Rəbbinə olan zikrin tamamlığındandır ki insan bayram namazı qılmasıdır. Və liyazəmə qadrihə və şərəfə rubtət bihə umirə bi xuruci iləyhə mən lə təcib aleyhi salati fardı aslan. Deyir ki, gör nə qədər bu namaz əzəmətlidir, nə qədər böyük rütbəsi, böyük məqamı var ki, böyük mənziləsi var ki, hətta vacib namaz onlara, fərz namaz vacibi olmayanlar belə, fərz namaz vacib olmayanlar belə bu namaza çıxırlar, bu namazı seyr etməyə çıxırlar. Ve buyurur ki فعن أم عطية رضي الله عنها قالت أمرنا تعني النبي صلى الله عليه وسلم أن نخرج في عيدين عواتق وذوات خضر وأمر الحيض أن يعتزلنا مصلي مسلمين. Der Ümmü Atiyyə radıyallahu anh Peygamber sallallahu aleyhi ve sellem bizlere emir etmiştir ki, emir edilmiştir ki biz namaza çıxaq. Bayram namazlarındaki bayram namazında, fitr ve Kurban bayramında, ve buyurur ki hatta zavatul hudri ve həmçinin kadınlar, cavan kızlar ve xəstə kadınlar da namazlara çıxararlar ki müsəlmanların namazgahından uzaq dayanmaq şərtilə uzaq dayanardılar. Və izə şəra'tum ba'də idukum taqta'una şəhra şəvval fəsumu minhu sittətə əyyəm. Və əyərdir bayram namazını qurtardıqdan sonra, bayramınız qutardan sonra Ramazan, Şavvalın 6 gün oruç tutun. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur.
Men sama Ramadana, kim Ramazan orucunu tutarsa, sümme etba'ahu sitten min şevvalin, sonra Şevval'dan da 6 günlük ona koşarsa, kâne kesiyâmid dehr, onun bir il boyu oruç tutmuş sayılar. Ve Şeyh buyurur ki, eyyuhel mu'minun, ey müminler, eyyuhel mu'minune vel mu'minat, ey mümin kişi ve kadınlar, istaqbilu ma baqiya min a'marikum, ba'da Ramazan bi tövbetin halisatin, ve der Ramazan sonra özünüzü, ömrünüzü halis tövbeye hazırlaştırın. Təmiz, nasuh tövbeye hazırlaştırın. Unfudu anfusakum zunub, nəfislərinizdən, o nüfuslu nəfislərinizdən o günahları təmizləyin və Allaha tövbə edin. Bəlkə Allah tövbələrinizi qəbul edər. Rəhrusu alə feyli hasanat və xeyir əməlləri etməyə həris olun. Və təvəqqəvu məqarifə seyyət, və pis əməllərinizdən çəkinin, dayanın. Və izən qada şahrukum fələ tuqassiru fis salih əməlukum, və bu ayınız bitdikdə salih əməllərdə təksir etməyin, salih əməllərinizi azaltmayın. فإن عمل أحدنا لا ينبغي أن ينقطع إلا بالموت. Bizlərdən hər birinin əməli ölüm bitməsiyle kəsilməlidir. Ramazandan sonra değil. Qala Allahu Teala, çünki Allah Subhanahu bizlərə əmr edir. Va'bud rabbaka hatta ya'tiyakal yaqin. Rəbbinə ölüm sənə gələnə kimi ibadət et. İnsan mə'murdur, əmr olunub ki, ölənə kimi ibadət etmək. Təkcə Ramazanda namaz qılıb, Ramazandan sonra tərk etməyə deyil. Ramazanda sədəqə verir, Ramazan sonra tərk etməkdə deyil. Ramazanda gözəl söz danışıb, Ramazan sonra pisliyə qayıtmaqda deyil. Həmçinin Allah Subhanahu bizlərə əmr edərək buyurur: "Ya eyyuhellezine amenu taqullaha haqqa tuqatihi və la tamutunna illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan qorxun. Onunla haqq təqvası ilə Allahdan qorxun və yalnız mömin, müsəlman olduğunuz halda ölün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "İzə mətəl insanın qata'a aməluhu." Mömin insan öldü, bütün əməlləri kəsilər. Fələ intiqali əməlin, əməlin kəsilməsi yalnız ölümlə olur. Ona görə insan əməl işlətməlidir. Ölüm gələnə kimi, illə bil mevt və inqidal əcəl, əcəl bitdikdə isə, ölüm gəldiksə əmələ son verilir. Və Həsən el-Basri rəhməllah deyərdir öz mövzəsində: "Əl-ibadallah mubadira fe inna hiye enfas ve laqad hubisat inqata ankum a'malukum allati taqarrabuna biha ila Allah azza ve cel." Rahmallahu imran nazar nefsihi ve beka ala zunubihi. Der insanlar, fe inna hiye enfas law qad hubisat inqata ankum a'malukum allati. Der insanlar, bilin ki nəfisləriniz kəsilsə, artıq sizin əməlləriniz də kəsiləcək. Əlləti tətəqarrabuna bihi ilallah, Allaha yaxınlaşdıracaq əməliniz də kəsiləcək. Rahmallahu imran, Allah kişiyə o nəfsini rəhm etsin ki, və nazara nəfsi, öz nəfsinə baxır və bəkələdir, öz zunubuna, öz günahlarına görə ağlayar. Sonra bu ayəni oxuyardı: "İnnəmə nəuddu ləhum addə." Biz onlar üçün hazırlamışıq. Sonra yəbki və yəqul, sonra ağlayıb deyərdi: "Xurucu nəfsikə əxiru adəd, firaqı əhlikə əxirul adəd, duxulu fi qabrikə." Və həmçinin və zəkər bi inqidal şəhri inqidal a'marukum və hulul əcəlikum və mə həyətə əhəduna illə əyyəmun fəntəndəhə. Və həmçinin bu ayın qurtarması bilmək lazımdır ki, bu ay necə qurtarır insan ömrü də, bitir. Necə Həsən el-Basri demək: "İnnəmə əntə əyyəm." Bir yenə ki, sən günlərdən ibarətsən. "Kulləmə zəhəbə yevmun zəhəbə ba'duk." Günün hər gün, bir yenə ki, hər gün getdikcə sənin bəzin gedir, bir hissün gedir. Və həmçinin "Fəmən rəfə ənə dünya zəilə abərəhə və nəfsəhə tatlubu əxirə." Kim bu dünyanın fani olduğun, boş olduğun bilsə, o dünya ahirəti tələb edər. Və in qəfələ anhə təalləqə bihə fətəhənət təhiyyə. Və yox, əgər o dünyanın ahirətdən qafil qalıb dünyanın uyarsa, o zaman dünyaya bağlanar. Necə Allah Subhanahu "Fəmən zuhzihanən və udxiləl cənnə fəqad fəz. Vəməl həyatid dünya illə məta'ul qurur." Kim cəhənnəmdən uzaqlaşıb cənnətə daxil olarsa, artıq o nicat tapmışdır. Dünya həyatı yalnız qururda, öyünməkdən
gururlenmeden başka bir şey değildir. Allah Subhanahu buyurur ki: "Zerhum ya'kulu ve yetemettau ve yulhimuhumul emelu fesawfe ya'lemun." Sen onları bırak, qoy, yeyib, içib, ləzzət alsınlar. Və onların başı qarışsın və sonra biləcəklər onlar. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Kun fid dunya ka'annaka qarib." Avabir səvi dünyada bir kun fid dunya ka'annaka qarib kimi və yaxud da bir yol keçən kimi ola. Və həmçinin İbn Ömər radiyallahu anh hədisində gəlir ki: "İzə əmsəytə fələ təntəzir sabah." Gecələdikdə sabahı gözləmə yenə. Və izə asbəhtə fələ təntəzir məsə. Sabahladıqda da gecəni gözləmə. Və xud min səhhətikə li maradik və min həyətikə li mavtik. Sağlamlığından xəstəliyinə pay götür və həmçinin həyatından ölümünə pay götür. Və Əli radiyallahu anh deyərdi: "İrtəhələtü dünya mudbirətən və irtəhələtül əxirə muqbilətən." Dünya getməkdədir, axirət isə gəlməkdədir. Və likulli vahid minhumə bənun. Onların hər birinin evladı vardır. Fəkunu min əbnə'il əxirə. Ahiretin evlatlarından və la təkunu min əbnə'id dünya. Dünyanın evlatlarından olmayın. Fə innə yevmə əməlun və la hisab və qadan hisabun və la əməl. Bilin ki, bugün əməl var, hesab yoxdur. Sabah isə hesab var, əməl yoxdur. Allahümme ve həmçinin şeyx axırda buyurur ki: "Allahümme mətti'nə həsənən məta'an həsənə ilahin. Və cealnə min ibadihil muhsinin." Allah dua edir, Allah'ın bize gözəlliyi bəxş et, ləzzət verginə, gözəl və bizi mühsün qullarından et. Allahümme ecəl mimmən sam Ramazan imanə və ihtisabən. Allah'ım bizi Ramazanı iman ilə, ihsan ilə tutanlardan et. Və ecəl mimmən qamə Ramazanı imanə və ihtisabən. Və həmçinin bizi Ramazanı qiyamda imanla, ihsanla, əcrini Allah'tan umaraq keçirənlərdən et ilə. Və ecəl mimmən qamə leylətil qadr imanə və ihtisabən. Həmçinin qədr gecəsini qiyamda iman ilə, əcrini Allah'tan umaraq keçirənlərdən et ilə. Allahümme ətin nufusənə təqvəhə. Allah'ım nəfislərimizə təqva ver. Və zəkkihə əntə xayru mən zəkkəhə. Və onları təmizləsən, onları ən xeyirli təmizləyənsən. Əntə sən onların sahibi və mövlasan. Allahümme ilə nəsəlkə huda və tuqa və ləfəfə və Allahım səndən hidayət, tuqa, afiyət və varlıq istəyirik. Allahümme əid aleynə Ramazana əvvəmən mədidə. Allahım Ramazanı bizlərə təzdən qaytar ginən, təzdən bizlərə çoxlu Ramazanı bəxş et ginən. Və sənə vətən adidə və nəhnu fi səhhətin və afiyyə bizdə sağlam və afiyət içərisindədir. Amin. Və təvəllən bir rəhmətikə ya ərhəmən öz rəhmətinə bizi qovuşdur. Velhamdülillahi Rabbil alemin. Və beləcə şeyx tamamladı bu dərsi. Ramazan ayında olan, daha doğrusu muizzəsin. Allah Subhanahu şeyxi hiss eləsin və bizlər də xeyirlə Ramazanı tamamlamağı və bundan sonra da bərəkətli Quran və tövhid üzərində, sünnə və tövhid üzərində Ramazanlara yetişənlərdən və heç bir fitnə bizlərə baş vermədən və heç bir pisliyə duçar olmadan bizləri Ramazanlara yetişdirsin. Və axır davana və elhamdülillahi Rabbil alemin.